Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat axtarış tədbirləri nəticəsində xüsusilə küllü miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb. Belə ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsindəki gübrə yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1.500.000 manat dəyərində 1000 karton qutuda 10 milyon ədəd Boston markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Cinayətlərin törədilməsində iştiraki müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qəti imkan tədbiri seçilib. Cinayətlərin törədilməsində iştiraki olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.